Gəlmişik Qəbələyə gəzməyə. Dünəndən buradayıq, istirahət edirik. Yəni saçım başımdan qorxmayın. Dünənləri hovuza da girmişəm, saçım belə xlorlu. Düzdür, çinmişəm, eləmişəm, amma xlor saçı pis günə qoyur da, belə codlaşdırır. Baxımlarımı eləmişəm, bir dənə qalıb saç yağımı sürtmək. Amma onu da układkadan əvvəl sürtəcəm. İndi isə makiyajımı eləmək istəyirəm. Məndən tez-tez soruşurlar, gündəlik makiyajı necə eləyirsən, onları bölüş. Son vaxtlar, son 2 həftə, 3 həftədir ki, bir makiyajı tez-tez eləyirəm. Yəni onu eləyəndə özümü çox bəyənirəm. Öz gözlərimi, üz tonumu, üzümün quruluşunu çox bəyənirəm. Sanki makiyaj elədikcə daha çox mənə nə yaraşır, onu tapmağa çalışıram. Yavaş-yavaş da tapmağı bacarıram. Heç nə. Makiyaj eləyim, siz də baxın. Yığıb gətirmişəm bütün kosmetikamı özümlə. Sizlə bölüşəcəm bir-bir nə istifadə edirəm. Mənim dəri tipim çox kaprizlidir. Qonşuda remont gedir, yəni arada belə səslər gəlsə üzr istəyirəm. Mənim dəri tipim çox kaprizlidir. Həm qurudur, qarışıq yağlıdır. Bəzən yağlı olur T bölgəsində, bəzən buralar yağlı olur, T bölgəsi çox quru olur. Yəni tuta bilmirəm də. Əslində bir formada olmağı çox rahatdır. Çünki bilirsən ki, artıq sənin bu baxım məhsullarındır da. Amma mənim dəri tipim kimi bir dərisinə sahib olmaq çox çətindir. Yəni sənin hər cür kremin olur. Və mənim dərim tez ləkə götürən bir dəri tipdir. Yəni payızda belə mən günəş altına çıxsam, o olur bir də görürsüz günəş çıxır və ya qışda olsun, mənim dəri tipim tez qaralır. Qaralanda deyəndə yəni normal zaqar götürmür də, ləkələnir, ləkə-ləkə olur. 2-3 ildə əvvəllər məsələn boğazım tez-tez ləkələnirdi. SPF sürtsəm də, nəmləndirici baxımlar eləsəm də, yəni boynum ləkə olurdu da, üzüm qalırdı ağ, boynum ləkə götürürdü. Və bu məni çox kompleksə salırdı da. Elə vaxt olurdu ki, mən boynu açıq geyimlər geyinmirdim ki, yəni özümə belə utanırdım da boğazımın görünüşündən. Elə vaxt orada hətta yadımdadır ki, məktəbdə yaz ayları gələndə mən boğazıma şərf bağlayırdım, güyəmiş stillidir falan, amma əslində boğazımın o görüntüsünü bağlamaq istirdim və yadımdadır ki, buna görə bullying olurdum da, yəni mənə gülürdülər ki, boğazına şərf bağlayıb, müəllimədir bu, nə bilim nədir, bu tərz danışırdılar. İndi amma səbəbini bildiniz. Hər cür SPF yoxlamışam. Dərimə düşəndə, düşməyəndə hər cür SPF yoxlamışam. Amma boğazımın imенно o ləkəsini qorumaq üçün, dərim ləkə götürməsin deyənə, dərim tez qaralmasın deyənə, yəni boğazdan danışıram ha. Üzüm qalırdı ağ, boğazım çox fərqlənirdi, bədənim olsun. Təkcə boğazımda yox, bir də qollarımın bu hissəsində də eynən elə olurdu da. Mənim köməyimə gəldi bu SPF. SPF mənim bir nömrə favorit SPF-imdir. 100 dənə SPF almaqdansa bu SPF-i alın. Sizə başqa heç nə lazım deyil. Və son vaxtlar, son bir aydır istifadə elədiyim bir dənə də SPF var. Yəni bunu təbii ki, istifadə edirəm. Bir dənə də ən çox bəyəndiyim, daha çox iyini bəyəndiyim və təbii ki, teksturası olsun, oturuşu olsun, üz dərimə uyğun olmağı olsun və bunun elə bir ikinci xalası qızı olsun, budur. Çox bəyənirəm, tövsiyə edirəm. Ümumiyyətlə, SPF-lər arasında bu ikilini sevirəm. İndi 100% baxıb deyəcəksiniz ki, makiyaj eləyirsən, saçlı yığ. Cəmi özümlə bir dənə broşka getirmişəm, onu da dünən itirmişəm. Tak ki, mən də sizin kimi bu dəqiqə bu saçımı yığmaq istəyərdim, çünki mənə çox narahat edir. Amma heç nə tapa bilmirəm. Biraz üzümüzə hopmasını icazə veririk, gözləyirik, sonra keçirik make-up-a. Mənim favorit tonal kremlərimdən danışmaq istəyirəm. Nə yalan deyim, bunları gündəlik istifadə eləmirəm. Yəni gündəlik necə? Tutaq ki, parka gedirəm, bunu istifadə eləmirəm. Amma rəfiqələrimlə görüşəndə və ya restorana falan gedəndə istifadə edirəm.
Gündəliyə çox vaxt mən Kikonun tonalisini istifadə edirəm. Çox qəşəngdir. Oturuşu, yayılışı, bir də dediyim kimi mənim dəri tipimə uyğun nəyisə məhsul tapmaq biraz çətindir. Yəni Kikonu məsləhət görürəm. Amma əgər tam belə oturuşu qəşəng olsun, nəmlənməsi qəşəng olsun, gündəlikdə istifadə etmək sizə rahat olsun ki, çox ağır bir makiyaj etmək istəmirsiniz. Wow bir meykap da eləyəndə normalda siz ağır bir tonal istəmirsinizsə, sizə məsləhət görürəm Chanel-in bu tonal kremini. Bu qəşəngdir. Bunun nəmlənməsi çox qəşəngdir. Sənin dəri rənginə də uyğun oturur, eləyir. İkinci tonal kremi olaraq mən Dior'un bu tonal kremini çox sevirəm, çox məsləhət görürəm. Bu Chanel-dən biraz belə deyim, biraz ağır tonaldır. Yəni Chanel kimi bu tonal kremi kimi nəmlənmiş kimi qalmır, incə qalmır, örtücülüyü daha çoxdur, biraz da ağırdır. Gəlin bu gün bunu istifadə eləyək. Amma bir günləri sizin üçün ağır meykap eləyəndə bunu istifadə edib göstərərəm. Bunun öz kistiçkası da var içində. Normalda yəni istifadə eləmişəm də. Amma mən belə səbirsiz biri olduğum üçün 1 saat yəni bunu belə eləyə bilmərəm. Nə edirəm bundan? Bura yaxdığım tonaldan biraz buralara götürüb qoyuram. Всё. Qalanını artıq sponjla həll eləyirəm. Bir dənə söhbət var deyir, qızlar nə qədər belə bərk eləsələr, bir o qədər elə bilirlər ki, tonal kremi daha üzlərinə daha yaxşı oturacaq. Amma həqiqətən də nə qədər çox belə bərk bassan, elə bir sanki yayılması daha yaxşı olur. Bu tərəfə baxmaq səbəbim güzgüdə özümdən gətirməmişəm. Planşetin kamerasını açıb baxıram. Ya arxada bu dəqiqə xaosdur da, yəni. Dünən qarpız almışıq özdə. Çox belə ürəyim qarpız istəyirdi də həqiqətən. Dünəndən də xəyalım qururam ki, səhər duracağam, qəşəng qarpız yeyəcəm, soyumağa qoymuşduq. 3 dənə almışdıq, 3-ünü də açdıq, 3-ü də ağ çıxdı. Halbuki ucu qarpız yeyənlər var ya, prosto bizi elə bir aldatdılar. Deməli, bu meykapın əsas özəlliyi onun konturingindədir. Konturing olaraq əslində quru konturing də eləyə bilmirəm. Yəqin Azərbaycan dilində quru gedərdim. Yəni pudralı şəkildə konturing. Məsələn, deyim sizə, quru olaraq bəyəndiklərimdən Benefit'in, belə göstərim, Benefit'in bu bronzerini çox sevirəm. Yəni bronzeri əslində bir belə deyək, rumyana kimi də istifadə eləmək olar, amma mən daha çox konturing kimi istifadə edirəm bütün bronzerləri. Yəni mənim üz quruluşuma elə daha uyğun olur. Benefit'in ən sevimli gündəlik istifadə elədiyim bu bronzeridir. Bir də ən çox sevdiyim və hər kəsin sevimlisi olan Yves Saint Laurent'ın bu bronzeridir. Bildiyiniz aşkdır da. Bunu məndə tez-tez görmüsünüz. Yəni bunu tərifləməyə məncə ehtiyac yoxdur. Amma imенно bu meykapın əsas pik nöqtəsi yaş bronzerin, yaş konturlama deyək, pik nöqtəsidir. Məndə olan Make Up Forever'ın belə paleti var. Həm içində bronzeri, tinti, rumyanası, hər şeyi içindədir. Konsilleri var içində, hər şeyi. Bunu artıq çoxdan da istifadə edirəm. Yəni içindən qoxmuyor. İçi belədir yəni, yazıq. Hətta tez-tez hansı rəngləri istifadə edirəm, onları da görə bilərsiniz. Gəlin bir-bir göstərim sizə nəyi hara sürtürəm və hansı fırçalardan istifadə edirəm. Ən çox istifadə elədiyim fırçalardır. Bunlar mənim favori fırçalarımdır, sevimli. Bir də konsiler mən buradan gündəlik istifadə eləmirəm, çünki çox ağır qalır
Bir də mənim göz quruluşum elədir ki, mən çox mimik danışan biriyəm. Normalda mənə deyirlər ki, sən sakit danışan birisən, amma yox, mən mimik danışan biriyəm. Yəni daha çox əldən istifadə edirəm. Plus da gözlərim, mənim qaşlarım tez-tez oynayır. Yay vaxtı da isti olduğu üçün konsiler məndə çox tez axır. Nə etsəm də, onu nə ilə sabitləsəm də məndə konsiler axır və ya göz qələmi çəkəndə belə axır. Mən konsiler burdan istifadə eləmirəm, ancaq toya falan belə ağır meykaplar eləyəndə istifadə edirəm. Gündəlik isə mənim istifadə elədiyim konsiler Maybelline konsileridir. Yəni bunu da məncə tanımayan yoxdur. Çox qəşəngdir, çox qəşəngdir. Yəni sevirəm bu konsileri. Yüngüldür. Yüngül olmağına baxmayaraq örtücülüyü mükəmməldir. Hətta deyə də bilmədim. Hətta olub ki, mən bunu təkcə konsiler kimi yox, məsələn, tələsik harasa çıxmaq lazımdır. Mən bunu tez-tez üzümdən belə eləmişəm. Sponjla pıt eləmişəm. Üzüm mükəmməl oturub da. Elə bil ki, dünyanın ən bahalı, yəni tonalnisini sürtmüşəm. O dərəcədə bunu bəyənirəm. Və həmişə bitməmiş bunu alıram. Yəni stoklayıram. Ona görə birinci konsilerimizi göz altına sürtək. Əslində çox sürtməyə də ehtiyac yoxdur. Yəni mənə ehtiyac yoxdur. Çünki göz altım çox qara deyil. Bir aralar çox qaralmışdı. Yuxusuz qalırdım, yatmırdım. Hətta uşaqdan əvvəl belə. Yuxu pozuntum olmuşdu mənim. Sonradan düzəldi. Rejimə düşəndən sonra göz altım düzəldi. Amma sizin göz altınız çox qaradırsa, məsləhət görürəm Catrice ilə bunu qarışdırasınız. Catrice konsilerini. Bu fırçamı götürürəm. Bu iki dənəsini qarışdırıram. Və keçirəm iş başına. Görürsünüz, bax mən normalda onu götürürlər belə xətt çəkirlər, sonra yayırlar. Mən xoşlayıram ki, yumuşaq fırça ilə, düzünü desəm kamera ilə rahat görmürəm. Qoy mən lütfə güzgüdən baxıb eləyim. Görürsünüz? Sanki həm rumyanı eləmiş oluram. Bir də belə eləyəndə, normalda məsələn eləyəndə tonallə, çəkdiyiniz tonallə altdan qaça bilər də, sürüşə bilər. Elə bir öz dərinizə sürtmüş olursunuz da, tonalın üstündən yox. Amma belə eləyəndə, sürtməyəndə, vura eləyəndə pıt, onda tonallə də yerində qalır, oynamır. Bir də buralarına düşmüş ola bilər, çox normaldır. Yəni onu biz konsilerlə düzəldəcəyik. Konturing eləyəndə boğazınızın altında əgər sizi narahat edən biraz burada ət varsa və ya heç ət yoxdur, amma çənə xəttinizin kəskin görünməyini istəyirsinizsə, mütləq altına da üstündə qalan konturla keçin. Bir də burun ucunuza eləyə bilərsiniz. Sonra fırçamızı dəyişirik. Konsiler üçün olan fırçanı götürürük. Gözümüzün altına sürtdüyü konsileri fırça ilə belə yedirdirik. Amma silə yox, vura eləmək lazımdır. Burnumuzun qıraqlarında da edirik. Çünki normalda orada tonal və ya konsiler yığılır, həmişə qalır. Dodaq altı heç unutmayın. Orada da konsiler, tonalini yığılır. Burada görürsünüz konturingi yaymışam da ki, görsənsin də, bilinsin. Çünki onu incə eləmək olmur. Və ya olursa da mənim səbrim çatmır, mən tez-tez eləyərəm. Tonalimin rənginə uyğun olan buradan konsiler biraz götürürəm konsiler fırçası ilə və
dəqiqə güzgüyə baxım. Və buranın altını sanki təmizləyirsiniz də, o bronzeri təmizləyirsiniz. Görürsünüz necə təmizlənir? Əgər istəsəz, ümumi olaraq mən elə eləyirəm. İndi sizi bilmirəm necə eləyirsiniz, amma məsləhət görürəm ki, sonda hər şeyi yaş elədiyiniz, yaş meykap deyilir də, eləmişsinizsə, quru heç bir şey istifadə etməmişsinizsə, sonda götürürsünüz sponcu və üzərində qalan tonal, bunun axı üstündə tonal kremi qalıb, bayaq istifadə eləmişik. Hər şeyin üstündən bir dəfə gedin. Onda çox təbii qalır da, yəni. Heç bir məhsul kəskin görünmür də. Sanki üzünüzə elə tonal sürtmüsünüz, altdan da bütün elədiyiniz prosedurlar qalır. Normalda hətta mən rumyananı çəkəndən sonra da elə eləyirəm. Amma bu günləri, daha doğrusu bu makiyajda rumyanam mənim yaş olmadığına görə, quru olduğuna görə onu sonda çəkəcəm. Yüngül bir rəng oturumu oldu üzümə. Yəni çox belə kəskin bir şey olmadı, ağır bir şey olmadı. Saçımdan çox sıxılıram, bilsəz. Bu dəqiqə yəni saçımı necə yığmaq istəyirəm. Keçirik əsas məsələyə. Bu meykapda gözlər çox önəmlidir. Bu meykapın gözəlliyi bax bu qələmdədir. Bu göz qələmidir. Yəni, möhtəşəmdir. Nəmli formada olan belə bir eyeshadowdur. Görürsünüz, çox qəşəngdir. Bunu nə edirik? Bunu heç sıxılmadan, heç darıxmadan gözünüzün altına sürtürük. Bir də bura sürtürük. Yəni, heç narahat olmayın da, gözünüzün altına belə ürəkli sürtün. Və gözünüzün üstünə. Bu qələmi çox sevirəm mən. Çox qəşəng, yağlıdır belə. Məndəki olan rəngi 38-dir. Belə bir fırça ilə yayırıq. Çox yox. Çox yayanda da altdakı konsiler, tonalini oynamamalıdır. Belə də dağınıq bir şey eləyirik də, belə ağzınıza gələni yayırsınız. Mənim kimi belə kənara çıxmışsınızsa, biraz onu belə sponjla təmizləyə bilərsiniz. Saçımın vidinə baxın, nə günədir. Fırçada qalıbsa, əgər boş yerlər görürsünüzsə, oraları yenidən doldura bilərsiniz. Biraz gözləyirik ki, o gözümüzdə otursun. Məhsulun özü dəhşət çox yağlı olduğu üçün elə üstünə tez-tez nəyisə vurmaq mümkün deyil. Yəni, həm altdan oynayır, həm də qəşəng oturmur. Sizcə mən nə tapdım? Rezin. Axır ki. Əslində, abadok və ya broşka da olsaydı çox qəşəng olardı. Çulkalarım məni narahat eləməsin. Amma yenə də bayaq ki, o ağır görüntüdən uzaqlaşdıq. Qaş darağımı, qaş gelimi unutmuşam. Ona görə qaşlarım, sorry, belə bir vəziyyətdə qalacaq. Amma onsuz da çox vacib bir yerə getmədiyimiz üçün, yəni mənim üçün problem deyil. Hava isti olduğuna görə arada limonlu su içə bilərəm. Sorry. Daimi gündəlik istifadə elədiyim, əgər nəmli makiyaj eləmişəmsə, The Body Shop'ın belə rumyanası var. Bunu həm tint kimi də istifadə edirəm dodağa və yanağa da istifadə edirəm. Çox belə yarki qalır, qəşəng qalır. Əgər soyuq tonlarda istifadə eləmək istəyirəmsə, bunların üstünü çəkdi, danışa-danışa da üstünü təmizləyirəm. Bu Juicy Pang'in rumyanasının blush'ını istifadə edirəm. Bu da qəşəngdir. Laka oxşuyur. Yanağıma 2 damcı vursan hər tərəfə super qalacaq. Sevimli Dior ənliyim. Bu da Juicy Pang'in ənliyidir. Bu da çox qəşəngdir. Mən bunu biraz vuracam. Ənlik fırçası ilə biraz yanağıma. Görürsünüz, vuran kimi qızarır. Çox qəşəngdir. Yəni, pigmentasiyası superdir də.
əsl yay rəngidir. Yayda ümumiyyətlə ənlik istifadə etməyi mən çox tərəfdarıyam. Xoşum gəlir. Çaşıb bura vuracaqdım. Yanağa bol-bol vurmağı məsləhət görürəm. Yəni təkcə bura yox, buralara da, göz altına da çıxmağı. Biraz da buruna. Normalda çünki qızaranda axı burunda qızarır. Sonra kontur fırçamı belə təmizləyirəm. Çünki ənlik fırçamı gətirməmişəm, gördüm. Bu ənlikdən alıb, ənliyi mən belə vururam. Baxın, bir belə əyri 8 çəkirsən də, eləmir. Burnumuzu da unutmuruq. Burnun yanlarına da vururuq. Biraz gözümüzün üstündən gedirik ki, canlı üz olsun üzümüz. İstəsəz çənənizə də vurarsınız, amma mən sevmirəm o görüntünü, çənə qırmızı qalanda. Dediyim kimi, mənim gözüm forması elədir ki, hər şey yayılır. Bu vurduğumuz Kiko eyeshadow tam otursun deyənə biraz ten vurmalı olacağım. Tenim Huda Beauty'nin bu rəngini götürürəm. Çox az. Çünki dəhşət çox pigmentlidir, dəhşət. Biraz, çox az üzərindən gedirəm. Çox sürtmürəm də. Biraz bura dəydi. Mən bunu təmizləyim. Burnun ucunu biraz kontrollayırsınız. Zaqar almış bir effekti almalıyıq biz. Sanki make-up eləməmişsiniz, amma qəşəng zaqar almışsınız. Üzərindən də sponjla gedirik ki, tam otursun. Əslində bu highlighterdir. Amma mən bunu bronzer kimi istifadə edirəm. Küt-küt, çox pigmentlidir, yəni bunu istifadə edəndə ehtiyatlı olun. Belə parıltılı, nəmli effekt olsun deyənə biraz da bronzerimin üzərindən gedirəm. Burunda həmçinin. İki ən sevdiyim dodaq qələmi var. Biri Kiko'nun 33'üdür, biri də Revin 604'üdür. İndi biraz 604 ilə gedəcəm kənarlarından. Evdə biraz qırmızılıq vardı, yəni. Bu qırmızılığı öldürmək üçün Kiko'la da üstündən gedəcəm. Və bayaq dediyim kimi Body Shop'ın biraz tint kimi istifadə edəcəm. Mənim makyajım hazır. Son vaxtda tez-tez istifadə etdiyim bir makyajdır bu. Düzdür, burada qəşəng bir saç da olmalıydı, saç düzümü. Bu makyajda ən çox bəyəndiyim gözlərim olur. Sağ olun.